Salam aleykum, hardayam? Mini villanın yanındayam. Bu evi məndən çox adam istəmişdi, amma hal-hazırda indi satışdadır. Qiymət də idealdır, kupçalıdır, bağlı, bağatlı, hökməli, Qob yolunda. Sənəddə ev axtarırdım, kupçalı, qoşadaş, yox söhbəti yoxdur da bu evdə. 6 qaraj, otaqları çox geniş. Bax burada ayrıca bağ hissəsi. Yəni qiymətinə görə həqiqətən çox idealdır. Həyətinə rahatlıqla maşın daxil olan təkcə tam etinə 95 kvadrat tam et alıb vurulub elə təkcə yerinə. 95 kvadrat tam etli yer hesabla. Burada da geniş bir bağ hesabla. Gör nə boyda bunun həyəti var. Burada həyət qurtarmır ha. Hətta arxa tərəfində də 9-un 3 metrədə 27 kvadratda arxada həyəti var. Qiymətinə görə ideal qiymətdir. Həqiqətən çox möhtəşəm qiymətə alt, üst, kəmər, kombinin xətləri çəkilib. Yəni sənin bugünkü gündə bu kvadratda 12 dənə pilləsi var. 12 dənə addım atırsan, bir dənə də pillə olsun ki, ikinci mərtəbə sayılırdı. Və yanında da var, və yanındakını da göstərir. İkisinin haqqında da qiymət verim, sonra keçəcəm evin içərisinə 49900 manata. Belə bir ev tapa bilməsə. Onun qiyməti 47500 manatdır. Plus ondan həmin evdən endirim də var. Plus makir haqqı da yoxdur həmin evdən. Gəlin deyim içərisindən tanış olaq. Ya indi onu da çəkəcəm. Hazırlanma işləri gedir onda da. Xırdapara işləri qalır. 47500 manata deyirik. Real puldan gəlsin endirim də eləyərik. O da 3 otaqdır. Bax buradan gəldi. Bir dənə burada geniş zal, yozaldır, mətbəxdir bura. Bax kombin xətləri hazır çəkilib. Bura mətbəxdir də. Buradan gəldi. Bir dənə burada geniş zalı var. Ölçülər möhtəşəmdir də, yəni bugünkü gündə. Həqiqətən ideal ölçüləri var. Buradan da gəldik. Bir dənə də disk otağı buradadır. Arxada yenə dediyim kimi 27 kvadratlıq həyəti də var. Onu toğuzda saxlamaq üçün çəmən qoymaya. Burada mərkəzi kanalizasiya, qaz, işıq, su qapının düz ağzındadır. Bir dənə də burada geniş nə idi? Yataq otağıdır. Ölçülər çox idealdır. Yəni qiymətinə görə həqiqətən möhtəşəmdir. Sən bu qiymətə kupçalı heç nə tapa bilməzsən. 12 daş kürsüdə. Əlaqə saxlayın, yer də ideal yerdə, düz yerdə. Nə dağ deyil, nə dərə deyil. Sağ ol.